2018-ci il Hyundai Santa Fe 2 motor limited. Maşının ön hissəsində bizdə buferə ehtiyac var, bufer, kapot, bir də 2 faraya ehtiyac var. Maşının krılında belə dəmir çiman yarığı işi var. Həmçinin buralarda da belə iki tərəfdə də dəmir çiman yarığı yeri var. Çox uldar tutmuş maşının. Görürük burası dəmirin əyib. Burada dəmir sərli eləyəcək. Gördüyünüz kimi heç yerə qırış vermir. Maşın pollu, panorama yük, 360 kamera, kör nöqtə, açar daxil olma. Head-up displeyi mövcuddur maşında. Qara dəri salon. Xətti izləmə, multirul. CarPlay dəstəkləyən monitor, isidilməsi, soyudulması var, rolun isidilməsi var. Kablosuz şarj olmadan mövcuddur. Maşının salonunda yüngül ximçiska ehtiyacı var. Buradan da infoda paylaşır.